Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşlər, dəyərli futbol sevərlər. Xəzər Futbol Liqası 11-ci sezon təxirə salınmış bir görüş 8-ci turda bu komandalar üzləşməli idi. Hansı ki, Yeni Türkan və Porto-Baku komandalarından bəhs edirik. Meydana sağ tərəfdə Porto-Baku, sol tərəfdə qırmızı formada isə Yeni Türkan çıxış edir. Hər komanda uğurlar arzu edək. Güclü olan qalib olsun deyək. Ümid edək maraqlı, məhsuldar oyunun şahidi olacaq. Rasif Səfiyarov, Xəqani Bəxtiyarov qarşıladı. Bir qədər də start heyətlər barəsində bəhs edəcəm. Hansı ki, Porto-Bakuda qapını qoyulur Rəhim Mustafayev, müdafiədə biz Elçin Zeynalovla Hacıbaba Ağamaliyev görürük. Mərkəzdə Orxan Ağayev, hücumda İlnur Bəşirzadə və Rasif Səfiyarov. Sol cinahda yer alan Yeni Türkiyədə isə qapını qoyulur Emil Məhərramov. Müdafiədə Təbriz Məmmədov, onunla birgə Xəqani Bəxtiyarov, mərkəzdə Allah Yerəliyev, hücumda Vüsal Musayev və Ceyhun Ruhullayev. Təbii ki, vəziyyətmələr başdan zaman bununla nəzərinizə çatdıracağım. Hacıbaba, Elçin Zeynalov, Təbriz Məmmədov araya girmişdi. Təbriz yüksəlik qazandırdı. Ruhullayev sinəsilə ram etdi. Son müdaxilə Hacıbabadan. Təmsilçimizdən heç isə gözləyirəm. 1-1 və yaxud 2-2. Ümid edək ki, bundan da artıq qələbə ilə sevincimizə sevinç qatacağıq. İndi Porto-Bakunun həvləsinə nəzər yetirək Səfiyarov, kapitan İlnur Bəşirzadə. Zərbədə müdaxilə var idi. Bir daha xatırladıram bu görüşdə. 11-ci sezon təxirə salınmış görüş. 8-ci tur çərçivəsində bu komandalar üzləşməli idi. Hansı ki, Porto-Baku və Yeni Türkan komandalarından bəhs edirəm. Yeni Suraxan stadionunda hələ ki 0-0'lıq bərabərlik var. Hələ ki qolsuz bərabərliyin şahidiyik. Orxan Ağayev. Zərbə cəhdi keçmədi. Emil Məhərramov Yeni Türkan həmləsini gerdən başlayacaq. Ötürmə Vüsal Musayev. Burada cira dəyişmək istəyirdi. Ruhullayevə doğru alınmadı. Bir ara ötürməsi Rasif Səfiyarov. Söndü, zərbə indirdi. Səfiyarov. Təhlükəli həmlə idi, amma istənilən halda nəticə hasil olmur. Yayımı izləyən kəslər ekran bəyənməsindən daha çoxdur. Zəhmət olmasa arada bəyənib paylaşaq. Xəqani Bəxtiyarov. Suallarınız olursa da yazın, mən də hər birini cavablandırmağa hazıram. Təbrizlə yeni əmlə. Təbriz zərbə Rəhim Mustafayev. Hacıbaba, Orxan Ağayev. Allah Yerəliyev. Bir-birlərinə başa düşmədilər. Elçin Zeynalov. Rasifi qalxdı əmləyə. Rasif Səfiyarov. Bir ara ötürməsi keçmir. Vüsal Musayev. Ara ötürməsi. Ceyhun öndə qaldı. Ruhullayev. Ruhullayev. Zərbə Rəhim Mustafayev keçid vermədi birə-birdə. Ən real gol epizodlarından birini izlədik az əvvəl. Ceyhun Ruhullayevin əmləsi Rəhim Mustafayev təhlükəni soğuşturmağı bacarmışdı. Səfiyarov, Elçin Zeynalov gözlətmədən ötürmə Hacıbaba. Bu 11-ci sezonda bir daha xatırladıram 8-ci tur çərçivəsində bu komandalar üz-üzədir. İlnur Bəşirzadə. Kapitan ötürmə Orxan Ağayevə doğru Xəqani müdaxilə etmişdi. Ekran bəyənənlər minnətdarım. Aşağıda darvızgörəm. Hər birinizə ayrı hafta təşəkkürümü bildirəm. Suallarınız olursa, nəsə yazın, mən də hər birini cavablandırmağa hazıram. Korner olacaq Porto-Baku adına. Top hərəkətdə. Odur qapıdan zərbə. Xatırladaq ki, yan xətdən top oyuna daxil edilən zaman tam olaraq top xəttə toxunmasa da olar. Xəttin ön istiqamətdə top hərəkətləndirmək olar, amma korner əsasında küçnən zərbə zamanı top tam olaraq korner xəttinə toxunmalıdır. Məsələyə bu epizodun timsalında bunu bir daha qeyd edək. Rəhim Mustafayev, İlnur Bəşirzadə, Porto-Baku həmləsi qurulacaq. İlnur Bəşirzadə cərmə meydasından dəvəmdə Rasif Səfiyarov ötürmək istəyirdi. Hacıbabada meydan ayıqladın səsinə doğru hərəkətlənsə də ötürmə ünvana çatmır. Ruhullayevin ötürməsi geriyə. Çox təbii həmlələri izlədik. Hacıbaba. Orxan'a qatdı həmləyə. Orxan Ağayev. Hacıbaba yenidən özünü təklif edirdi. Elçinlə oynadı. Elçin Zeynalov, cinahda İlnur
bir qədər top gözlədi Rasif Səfiyarov. Yaxşı ötürmələr izlədi Səfiyarov. Son müdaxilə Təbriz Məmmədovdan. Korner. Ötürmə ilə başladılar Orxan Ağayev. Orxan. Zərbə keçmir. Xəqani Bəxtiyarov. Bir ara ötürməsi Ruhullayev. Sala doğru çevirmək istəsə də alamadı İlnur Bəşirzadə. Son müdaxilə Xəqani Bəxtiyarovdan. Rahib Qorxmaz Kamal təşəkkür edici üçün. Sizin timsalınızda bir daha Qarabağımıza, təmsilçimizə uğurlar arzu edək. Ən azı heç-heçə gözlüyük məhz Qarabağımızdan. Ümid edək ki, bu cəhətdən bizi yanıldacaq və qələbə qazanacaq Anfield Arenada. Üsal Musayev. Elçin Zeynalov. Rasifin ötürməsi keçmədə atın topuna daxil edilməlidir. Ötürmə istəyib. Elnur Bəşirzadə və gol! Elnur. Dizimi qırdı. Görüşdə hesab açılır. 1-0. Porta 1. Favorit artıq öndədir. Porta 1, Yeni Türkan 0. Allah yarın ötürməsi. Evet, bir qədər də qapıya doğru zərbəyə bənziyirdi, amma istənilən halda nəticə hasil olmadı. Rəhim Mustafayev, Hacı Baba Qamaliyev, Rəhim zina dəyişmək olar, Orxan. Ara ötürməsi için Zeynalov. Meydan özləri dolasiyasında ötürmələr cidirik Porto adına. Rəhim. Bu da Emil Məhərəm uzaqlaşdırma bacardı, Allah yar Əliyev. Bir qədər gözlədi. Bitirmək vana çatmır. Hacı Baba, Elnur Rahmetli, Rasif. Orxan Ağayev. Səfiyarov. Zeynalov. Orada vəziyyətmə baş tutub. Tural Babayev artıq meydandadır. Məsələ zərbədə. Ona tuş gəlmişdi. Xəqani Bəxtiyarov əvəzli. Bunu da bir daha qeyd edək. Hacı Baba, zərbə Emil. Ruhullayevə doğru ötürmə. Hacı Baba rəqibini təqib edir. Ruhullayev. Zərbə alınmadı. Təkrar əmrə imkan verilmədi. Orxan çöndü, zərbə indirdi. Yavaş-yavaş favorit tərəf dəqiqi bir qədərdə artırmaq istəyir. Daha bir qolla daha rahat mübarizə aparacaqlar. Məsələn, onlar da elə həmin qolu axtarırlar. Təbii ki, rəqibdə ən azından hələ ki tilsimi qırmaq üçün həmlələr etməkdədir. Ruhullayev tüm menfaat çatmadı. Qardaşlar da ekranı bəyənək, zəhmət olmasa. Turnirimizin rəhbəri Aydın Cəlilov buradadır. Turnirlə bağlı bütün suallarınızı şəxsən özü cavablandırır. Hərçənd ki, digər suallarda çalışıram ki, mən də cavablandırım. Siz ekran bəyənisi olaraq buna qarşılıq verə bilərsiniz. Zəhmət olmasa. Kifayət qədər bəyənən var aşağıda, darvızı görən. Bax, sizlərə rica minnətdaram. Hacı Baba, Orxan Ağayev, Rəhim Mustafayev. Yeniden qısa ötürmələrlə topu müdafiədən çıxararıq. İlk suma çıxmağa cəhdlər edir Porto Baku. Yeni Suraxan stadionunda bir daha qeyd edib Porto Baku'nun minimal hesablı üstünlüyü var. Yeni Türkiye'nin önündə. Orxan Ağayev ara ötürməsi Elçin Zeynalov. Rasif Səfiyarov. Orxan. Yerine ötürmək istəyirdi Bəşirzadə. Meydandakı iki tane golun sahibidir. Bir gəlmişə burada qeyd edək. Hacı Baba. Ən geriyə Rəhim. Orxan Ağayev. Topun tam nəzarəti Porto Baku'dadır. Rasif Səfiyarova zərbə imkanı verilmədi.
Referi qayda pozisiyası qeyd alır. Tural Babayev qaydanı pozub. Təhlükəli bir nöqtədən cərimə zərbəsi. Zeynalov gözlətmədən zərbə indirdi, amma Emil Məhərramov buna hazır idi. Yaxşı reaksiya verdi və keçid vermir. Rasif. Səfiyarovun zərbəsi keçmir. Hacı Baba. Rəhim Mustafayev. Yenidən Hacı Baba ilə oynadı Ağam Aliyev. Bir qədər də potensial əvəzetmələrdən bəhs etmək olar. Hansı ki, yeni Türkiyə adına kapitan Nihat Bəndəliyev texniki zonda görəm. Onun yanında bir qədər əvvəl start heyətdə mübarizəyə qoşulan Xəqani Bəxtiyarov. Onun yanında isə Cavid Bəşirli. Digər tərəfdə Porto adına texniki zonada Elvin Bayramov, Eto və Aleksandr Mehdiyev, Saşa Mehdiyevi görürük. Əvəzetmələr başlayan zaman bunda nəzərinizə çatdıracağım. Emil Məhərramov qapıçının ön istiqamətdə olduğunu gördü. Bir qapıdan digər qapıya zərbə izlədik, amma uğurlu bir cəhd deyildi. Top qapıdan bir xeyli üzərinə meydanı tərk etmişdi. Hesab tabloda tam olaraq öz əksini tapıb. Portonun minimal hesablı üstünlüyü var Yeni Suraxanı stadionunda. Ceyhun Ruhullayev komandanın əsərə sən məhsuldar oyuncusudur. Qol silahıdır. Amma hələ ki təklənməyə bacarmayıb. Bir an ötürməsi Ruhullayev. Ötürməsi Vüsal, zərbə və gol! Vüsal Musayev. Ceyhunun məhsuldar ötürməsinə topu torlara yolladı. Kartlar yenidən paylanacaq meydanda. 1-1. Porto 1. Yeni Türkan 1. Hesab Elnur Bəşirzadə açıb. İndi Vüsal Musayev hesabı bərabərləşdirməyi bacarır. Porto təzyiqi bir qədər də artıracaq kimi görünür. Rasif. Allah yer rəqibini təqib edirdi. Orxan Ağayev. Korner. Rasifə doğru ötürmə Təbriz. Edsin Zeynalov. Allah yer Əliyev araya girdi. Uzaqlaşdırmaq həmləsi idi. Ruhullayev də hərəkətlənmişdi, amma qaydalar çərçivəsində topu almaq mümkün olmur. Yeni gələnlər bizi xoş gördük. İqram bəyəni paylaşanlar minnətdaram. Aşağıda darınızı görəm. Hər birinizə ayrı hafta təşəkkürümü bildirirəm. Təbriz Məmmədov bir aşırtma. Ruhullayev Allah yarın ön istiqamətində. Hacı Babanın müdaxiləsi var idi. Referi etiraz. Bir referi qarşılaşmanı saxladı, vara baxılacaq. Referi vara baxdı və penalti nöqtəsini göstərir. Məhz Orxan Ağayev baş zərbəsilə topa toxunan zaman onun əlinə də dəymişdi. Odur ki penalti olacaq indi. Hesabda önə keçməyə Yeni Türkan bir adım yaxında. Ruhullayev zərbə və gol! Ceyhun Ruhullayev. İkinci dönüş comeback gol oldu. 2-1. Orxan Ağayevin epizodu üçün vara baxıldı. Məhz rəqibin etirazı sonrası Fəqan Kərimov vara baxdıqdan sonra həqiqətən də Orxan Ağayevin əllə dəydiyini qeyd etdi və penalti zərbəsi təyin olunmuşdu. Ötən dəqiqələrin qısa izahı. Penalti zərbəsi isə Ceyhun Ruhullayev dəqiq şəkildə yerinə yetirməyi bacardı. Əgər bu epizodun təkrarını görmək istəsə və yaxud
var epizodunu sabah Xəzərto Liqası adlı kanalda, Turtelinin adına məxsus olan YouTube kanalda həmin görüşə nəzər yetirə bilər. Tam icmalına baxa bilərsiniz. Hərçənd ki, orada var epizodu da olacaq. Rasif Səfiyarov, Orxan Ağayev, İlçin Zeynalov, Orxan. Rasif Səfiyarov. Rasif. Rəqiblərini aldatdı Orxan Ağayev. Vüsal Musayev hərəkətdə. Vüsal rəqibini aldatma basar. Təhlükəli əksizm şansı. Vüsal ötürmə. Ruhulayev zərbə. Ceyhun Ruhulayev. 3-1. Yenə bu ikili, yenə bu kombinasiya gol gətirir. 3-1. Sıfır birdən 3-1 etdilər hesabı. Hələ ki, gözlənilməz hesabla görüş davam edir. Favorit tərəf geridədir. Ruhullayev bir məhsullar ötürmə, 2 Qollayevdə qalıb dubl edib. Musayev isə 2 məhsullar ötürmə, doğrusu bir məhsullar ötürmə və bir qolla. Hesab isə Portabakko adına Elnur Bəşirzadə açmışdı. Bunu da xatırlatmasını edək. Elnur Bəşirzadə. Rasif Səfiyarov. Orxan! Heyf, topu qapının üzərindən vurdu. Bir qədər sonra Port adına dəyişiklik başlayacaq. Eto hazırlaşır. Elvin Bayramov bir qədər sonra meydana daxil olacaq. Orxan Ağayev. Elnur Bəşirzadə. Rasif Səfiyarov. Orxan! Bitirmə imkanına çatmır. Tural Babayev. Ruhlayevə doğru Vüsal Musayev. Vüsal! Silah dəyişmək istədi alamadı. Elçin Zeynalov. Elçin zərbə keçmir. Vüsal Musayev. Ruhullayev. Çevrə bilmədi Vüsala doğru. Hacıbaba Ağamaliyev. Elçin Zeynalov. Orxan Ağayev. Elnur Bəşirzadə. Hacıbaba. Rasif zərbə. Emil Məhərrəmov keçid vermir. Kapitan Elnur zərbə alınmadı. Orxan Ağayev. Elnur Bəşirzadə. Cina dəyişmək olar. Ruhullayevin təzyiqi var idi Elnur. Rəhim Mustafayev özü topla irələdi. Rəhim ötürmə. Hacıbaba. Rasif Səfiyarov. Zeynalov görə nə edəcək? Rəhim özünü təklif edir. Orxan Ağayev. Rasif. Hacıbaba. Elnur Bəşirzadə. İkisi də son 6 dəqiqə. Bunu da xatırlatmasını edək. Yeni Türkanın 3-1 üstünlüyü var. Portabakko önündə. Yeni Suraxanı stadionunda. Yeni gələnlərimizi xoş gördük. Ekran bəyənənlər hər bir ayrıca minnətdarım. Aşağıda darınızı görürəm. Sizlərə, xüsusən sizlərə ayrıca minnətdarım. Belə sizlərin suallarınız varsa yazın. Mən də cavablandırmağa hazıram. Vüsal Musayev. Diaqanlı ötürmə Ruhullayevə doğru Ceyhun! Toxundu amma tam edə bilmir. Allah yarım təzyiq var. Hacıbaba sürətlə topla irələdi. Elnur Bəşirzadə. Rasifə çatmır top. Rasif Səfiyarov, Elçin Zeynalov. Orxan Ağayev. Rasif. Orxan!
Alayyar Əliyev. Elnur bir rəqmini aldatdı ötürməyə Rasif. Sol araya girmişdi. Ceyhun Ruhullayev. Elçin. Elnur. Rasif. Elnur Bəşirzadə. Zərbədən çəkildi. Elnur Bəşirzadə. Zərbə keçmir. Top Elnur'un eline değmiştir. Referi bunu qeyd edir. Hacı Baba. Eyni zaten Elçin Zeynalov. Səmti dəyişmə olar. Rasif. Elçin Zeynalov. Zərbə cəhdi keçmədi. Çox kompakt toplu şəkildə müdafiə olunur. Və çox da yaxşı müdafiə olunur Yeni Türkan kollektivi. Rasifin zərbəsi keçmir. Art-arda Porto adına həmlələr izləyir. Yəni azından fasilədən öncə və yaxud bu dəqiqələr ərzində fərqi minimuma indirmək istəyir Porto Baku kollektivi. Elçin Zeynalov. Rasif Səfiyarov. Rasif. Orxan. Zərbə keçmədi. Ceyhun Ruhullayev. Ruhullayev topla irələdi. Ceyhun. Elçini keçə bilmir. Komanda yoldaşlarına gözlədi, amma onun köməyinə çatan heç kəs olmadı. Rasif. Elçin Zeynalov. Emil. Yaxşı uzandım. Güncünü bağladı. Cina dəyişilib. Orxan. Elçin Zeynalov. Çəkdi sağına zərbə indirdi. Sol güncünə. Rəqibini qafil ağladı. 2-3 fərq minimumda. Refer də sağdan nəzər yetirdi ilk hissədə. Son dəqiqələr. Porto Baku 2, Yeni Türkan 3. Xəqani Bəxtiyarov. Bir uzun ötürmək istəyib. Orxan Ağayev. Zərbə Emil. Elçin Zeynalov. Ceyhun Ruhullayev. Hacı Baba ilə mübarizə apardı. Vüsal Musayev. Orxan. Ötürmə, zərbə və gol. Elçin. 3-3. Hesabda yenidən bərabərlik var. Elçin Zeynalovdan ardarda 2 gol izlədik. Musayev'in zərbəsi alınmır. Orxan Ağayev. Elçin Zeynalov. Rasif Səfiyarov. Porto hücumlarını kəsələrdə bir qədər də artırıb. Daha bir gol istəyir. Bir qədər biz xoş gördük. Talih sən də salamlayıram. Yeni Suraxanı stadionu. Və ikisi də son dəqiqə. İkisi də son dəqiqəyə daxil olmuşuq. Son dəqiqə oynanılır. Hesabda 3-3'lük bərabərlik var. Görə fasilədən öncə hesabda dəyişiklik olacaqmı? Vüsal Musayev. Bir an ötürməsi yaxşı alanda. Təbriz və gol! Təbriz! Məmmədov. İki hissənin son əmləsi, son cəhdi oldu. Yeni Türkan. Fasilə öndə yollanır. 4-3. Heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.